Salam dəyərli abituriyentlər. Bugün 10-cu siniflər üçün fizika suallarının həllinə baxırıq. 31-ci sualda düzxətli bərabər təcillə hərəkət edən cismin ikinci saniyənin sonunda sürəti 18 metr saniyə, 5-ci saniyənin sonunda isə 6 metr saniyə olmuşdur. Bu cismin təcilinin modulunu hesablayın. Bilirik ki, təcil sürət dəyişməsinin bu dəyişmənin baş verdiyi zamana nisbətinə bərabərdir. Baxırıq ki, 5-ci saniyənin sonunda sürəti 6 metr saniyə, yəni son sürət. Başlanğıc sürəti isə 18 metr saniyə. Zaman isə son zaman 5, başlanğıc 2. Zaman dəyişməsi 3, sürət dəyişməsi -12. Bu da qaldı -4. Bizdən soruşur ki, təcilin modulunu hesablayın. Bu da eləyər 4 metr böl saniyənin kvadratı C bəndi. 32-ci sualda iki cisim radiusu 60 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edir. Birinci cisim 12 metr saniyə sürətlə K nöqtəsindən keçən anda, ikinci cisim 8 metr saniyə sürətlə M nöqtəsindən keçir. Bu cisimlərin ilk dəfə nə qədər vaxtda görüşdüyünü hesablayın. Pi bərabər 3. Kinematikada bildiyimiz kimi cisimlərin görüşməsi üçün bunların koordinatları eyni olmalıdır. Eyni qayda ilə baxırıq ki, K ilə M cisimləri qarşı-qarşıya hərəkət edir. Birincinin sürəti 12, ikincinin sürəti 8. Qarşı-qarşıya hərəkət edirsə, birinin müsbət sürət qəbul eləsək, digəri onun əksin olduğu üçün mənfidir və ikisinin gedə biləcəyi maksimum yol yarım çevrədir. Demək ki, bunların gedəcəyi maksimum məsafə çevrə uzunluğunun yarısı, yəni pi r-dir. Pi 3, r də 60 olanda maksimum 180 metr məsafə qət edə bilir. Mən buradan belə bir ədəd oxu göstərirəm. Bunu x oxu kimi qeyd elədim. Birinci cisim K nöqtəsində, yəni sıfırdadır, koordinat başlanğıcında, x oxu istiqamətdə 12 metr saniyə sürətlə hərəkət edir. İkinci cisim isə koordinatın 180-ci metrəsindədir. Biz buna M nöqtəsi deyək. Bu ikinci cisim x oxuna əks getdiyi üçün sürəti burada olacaq bunun -8. Bunların koordinatlarının bərabərləşməsi üçün x1-in yerinə yaza bilərəm. Eləcə V1T. Çünki sıfırdan qəbul elədik bunun olduğu nöqtəni. X2-nin koordinatı üçün isə x0 plus V2T yaza bilərik. Qiymətləri yerinə qeyd eləsəm, V1-in yerində 12T, x0-ı 180 qəbul elədik. Əks olduğu üçün V2-nin sürətinə mənfi dedik. 8T. 8T keçdi bərabərliyin soluna, 12 ilə toplandı, oldu 20T bərabərdir. 180-ə sıfırlar getdi. Buradan tapdıq ki, T bərabərdir 18 bölü 2, elədi 9 saniyə. Demək ki, bu cisimlər 9 saniyə sonra görüşmüşlər. 33-cü sualda çevrə üzrə bərabər şəkildə hərəkət edən K və L cisimlərinin bucaq sürətləri eynidir. K cisminin xətti sürəti 15 metr saniyə olarsa, L cisminin xətti sürətini hesablayın. Yaza bilərik ki, omega 1, yəni omega K bərabərdir VK böl R. K. VK-ya verib məsələ 15 metr saniyə. K cisminin çevrəsi, K çevrəsinin çevrəsi isə 3R. Bu delədi nə? 5 böl R. Bucaq sürətləri bərabər olduğu üçün L çevrəsinin, L cisminin xətti sürətini soruşur. Və L də olacaq omega L RL bərabərdir. Omega L. Omega yenə tapmışıq. 5 böl R.
RL'de gördüğümüz kimi R qədərdir. Bu da oldu nə qədər? 5 metr bölünsün saniyə. Qısacası V bərabər omega R düsturuna görə omegaların sabit qiymətində V R-dən düz asılıdır. Radiusları 3 dəfə azalıbsa, sürət də 3 dəfə azalmalıdır. 5 metr saniyə olur. 34-də. Cismə bir düz xətt boyunca yönələn modulları 5 Newton, 6 Newton və 9 Newton olan 3 qüvvə tətbiq olunmuşdur. Bu qüvvələrin əvəzləyicisinin ən kiçik qiymətini hesablayın. Bir düz xətt boyunca bu cismə təsir edən qüvvələrə baxaq. Tutaq ki, buna x oxu istiqamətdə 9 Newton, x oxunun əksinə 5 Newton və x oxunun əksinə 6 Newton qüvvələr təsir edir. 6 ilə 5 eyni istiqamətlidir. Oldu necə? 11 bu istiqamətə. 9 Newton isə bu istiqamətə təsir edir. O zaman bunların əvəzləyicisi olacaq. 11-dən 9'u çıxdıq. 2 Newton. 35-ci sualda kütlələri 200 qram və 500 qram olan iki polad kürəcik toqquşur. Qarşılıqlı təsir zamanı birinci kürəciyə 8 Newton qüvvə təsir edir. Birinci kürəcik ikinciyə 8 Newton qüvvə ilə təsir edir. Birinci kürəciyə ikinci kürəcik tərəfindən təsir edən qüvvəni hesablayın. Burada qarşılıqlı təsir sözü varsa, demək ki, qüvvələr qiymətcə bərabər, istiqamətcə əks olmalıdır, kütlədən asılı olmayaraq. Demək ki, bunların kütlələri fərqlidirsə, təcirləri də fərqli olmalıdır. F2 8 Newtondursa, demək ki, F1 də 8 Newton olmalıdır. Newtonun 3-cü qanununa görə. 36-cı sualda 4 kiloqram kütləli cisim müəyyən hündürlükdən sərbəst düşür. Sərbəst düşmə zamanı bu cismin çəkisini və cismə təsir edən ağırlıq qüvvəsinin qiymətini hesablayın. Sərbəst düşmə o deməkdir ki, cisim şaquli aşağı bərabər yeyinləşir. A bərabər J təcili ilə. Təcilimiz J-yə bərabər olduğu üçün bu fərq 0 verir. Demək ki, bunun çəkisi 0 olasıdır. Baxırıq ki, bu A bəndində, bir də E bəndində var. Ağırlıq qüvvəsi isə yer səthi yaxınlığında mj-yə, kütləsi 4 kiloqram, j 10'dur, bu da eləyər 40 Newton. Doğru cavab baxırıq ki, A bəndində var. 37-də verilmiş kütləli iki maddi nöqtə arasındakı qravitasiya qarşılıqlı təsir qüvvəsinin onlar arasındakı məsafədən asılı qrafiki hansıdır? Ümumdünya cazibə qanununa əsasən F bərabərdir J cisimlərin kütlələri hasili ilə F düz asılıdır. Onların mərkəzləri və arasındakı məsafə ilə tərs mütənasib asılıdır. Demək ki, F R-dən tərs mütənasib asılı olur E bəndi. 38-də cisim yer səthindən V0 sürəti ilə şaquli yuxarı atılmışdır. Bu cisim yer səthindən 2V0 sürəti ilə şaquli yuxarı atdıqda onun maksimal qalxma hündürlüyü necə dəyişər? Şaquli yuxarı gedən cisim yavaşayan gedir. Onun qalxma müddəti V0 bölü J düsturu ilə hesablanır. Məsələnin şərtinə əsasən V0-dan 2V0-a bu sürət 2 dəfə artarsa, qalxma müddəti də 2 dəfə artar. Yəni, daha çox yol getmiş olar. D bəndinə uyğun gəlir. 39-cu sualda sərbəst düşən cismin 4-cü saniyədə getdiyi yolu hesablayın. Sərbəst düşmədə bilirik ki, V0 0-dır. Başlanğıc sürətsiz n-ci saniyədə yol düsturu delta hn bərabərdir. J bölünsün 2, 2n minus 1. Biz bu düsturu kinematikada da, düz xətli hərəkətdə də istifadə edirdik. O zaman delta h4 bərabərdir. J bölünsün 2, 2 vur 4 minus 1. J bölü 2 5. 2'ni 4'e vurduq 8, bir də çıxdıq 7, eləyər 35 metr. 40-cı sualda elastiki deformasiya olunmuş yayın
verilmiş yayın sərtliyinin onun uclarına təsir edən qüvvənin qiymətindən asılılıq qrafiki hansıdır? Bilirik ki, K yayın həndəsi ölçülərindən və materialın növündən asılıdır. Onun elastik qüvvəsindən, deformasiya etdirici qüvvədən və ya uzanmasından asılı olmur. 41-ci sualda 20 Newton dartı qüvvəsinin təsiri altında düz xəttləri kütlən 15 kiloqram kütləli cismin sürətinin modulunun zamandan asılılıq qrafiki verilmişdir. Cismə təsir edən sürtünmə qüvvəsinin modulunu hesablayın. Gördüyümüz kimi bu cisim bərabər yavaşlayan hərəkət edir. Onun təcili V-V0 böl T-yə əsasən 0-20 böl 5 elədi -4. Dartı qüvvəsinin 20 Newton olduğunu məsələ özü qeyd edib. Kütlə 15 kiloqramdır. Cismə təsir edən sürtünmə qüvvəsinin modulunu hesablayır. Soruşur. Cisim yavaşlayan getdiyi üçün bunun sürtünmə qüvvəsi dartıdan böyükdür. O zaman əvəzləyici qüvvə böyük qüvvə ilə kiçiyin fərqidir. F sürtünmə minus F dartı. Kütləsi 15 kiloqram. Təcilin mənfisini nəzərə almışıq. Sürtünməni bilmirik. Dartı verib 20. Buradan deyə bilirik ki, F sürtünmə bərabərdir 20 plus 60. Bu da eləyər 80 Newton. 42-ci sualda çəksiz yaydan asılmış 2 kiloqram kütləli cisim şaquli aşağı istiqamətdə yönəlmiş 10 Newton qüvvənin təsiri dartılır. Tarazlı kalında yayda yaranan elastik qüvvəsinin modulunu hesablayın. Cismin kütləsi 2 kiloqram. Aşağı yönələcək. Bunun mg'si 20 Newton. F qüvvəsinin modulu 10 Newton. Mg ilə F eyni istiqamətlidir. İkisi birlikdə eləyəcək 30 Newton. Biz buna deformasiya etdirici qüvvə deyirik. Bunun əksinə də yönələr F elastik. Biz də deyərik ki, F elastik qiymətcə deformasiya etdirici qüvvəyə bərabər olub 30 Newton qədərdir. Yəni E bəndi. 43-cü sualda şaquli aşağı istiqamətdə 2 metr saniyə sürətlə bərabər sürətlər gedən liftin döşəməsindəki cismin çəkisi 60 Newtondur. Bu cismin kütləsini hesablayın. Burada bərabər sürətli hərəkətdə olduğu üçün bu cismin çəkisi elə sükunət çəkisinə, yəni ağırlığa bərabər olur. Həmin cismin çəkisi 60 Newton, kütləsini bilmirik, J10. Buradan baxacaq ki, M olar 6 kiloqram. 44-cü sualda hansı cihazlardan istifadə edərək rezin çubuğun sərtliyini təyin etmək olar? Hooke qanununa əsasən K bərabərdir F elastik böl X. Bilirik ki, F elastiki dinamometr. Uzanmanı isə xəttkeşlə təyin etmək mümkündür. Yəni, xəttkeş və dinamometr 2-3 C bəndi. 45-ci sualda uzanmayan çəksiz ipdən asılmış yüklər sabit təcillə şaquli yuxarı qaldırılır. Gərilmə qüvvəsinin 30 Newton olduğunu bilərək F gərilmə qüvvəsinin modulunu hesablayın. Deyə bilərik ki, 30 Newton gərilməni 2M və M yükləri əmələ gətirir ki, bunlar yuxarı təcilli hərəkət edəndə çəki artır, J plus A olur. Buradan deyə bilərik ki, 30 bərabərdir 3M, J'yə 10 veribsə 10 plus A. Üçlə 30 ixtisarlədik, qaldı 10. 10 bərabərdir. M vurulsun 10 plus A. Yaza bildik. Buradan bu bərabərliyi tapdıq. F qüvvəsinin yaranmasına, F gərilməsinin yaranmasına səbəb isə bir dəqiqə. Burada M yox, 3M'dir.
Bu hissəsini düzəldək bir dəqiqə. Demək 30 bərabərdir 5m 10 plus a. 1 burada qaldı neçə? 6. 6 bərabərdir m 10 plus a. Buradakı f'in əmələ gəlməsinə səbəb isə bu 3m kütləli yükdür. F üçün yaza bilirik ki 3m yenə j plus a. Yəni 10 plus a. Buradan 10 plus a'nı tapıb yerinə yazıram. F bərabərdir 3m. 10 plus a'nı yerinə nə yaza bilirik? 6 bölünsün m. M'lər getdi. Qaldı nə qədər? 18. Demək ki, F gərilmə qüvvəsinin qiyməti 18 Newton olur D bəndi. 46-cı sualda üfüqi səth üzrə yalnız sabit sürtünmə qüvvəsinin təsiri altında hərəkət edən verilmiş cismin tormoz müddətinin onun başlanğıc sürətindən asılı qrafiki hansıdır? Yalnız sabit sürtünmə qüvvəsi təsir edən cisim bərabər yavaşlayan hərəkət edir. Bunun dartı qüvvəsi yoxdur. O zaman deyəcəyik ki, T tormoz V0 bölünsün A və ya V0 bölünsün μj kimi təyin olunur. Göründüyü kimi T tormoz V0'dan düz mütənasib asılıdır. 47-ci sualda sıxılmış yaya bərkidilmiş cisim üfüqi səth üzərində sükunətdədir. Cismə təsir edən sükunət sürtünmə qüvvəsi hansı istiqamətdə yönələr? Bu M kütləli yükü hər hansı bir qüvvə, hal-hazırda burada göstərilməyib, yayı sıxıb bu istiqamətdə. Yayı belə bir sıxan qüvvə var. Yay sıxılanda, sıxılmış yayda sıxan və ya deformasiya etdirən qüvvənin əksinə elastiklik qüvvəsi yönəlir. Elastiklik qüvvəsi yayı açmaq istəyir. Yayı tarazlıq, yəni sıxılmamış hala gətirmək üçün cismi itələməlidir. Cisim hərəkətə gəlmirsə, demək ki, bu istiqamətdə F sükunət sürtünmə yönəlir. Yəni elastikliyin tam əksinə. Qiymətcə bərabər, istiqamətcə əksdir. Demək ki, burada sükunət sürtünmə qüvvəsi sağa doğru yönələr. 48-ci sualda sürtünmə qüvvəsinin dayağın reaksiyasından asıllıq qrafiki verilmişdir. 1, 2 və 3 nöqtələrinə uyğun sürtünmə əmsalları arasında hansı münasibət doğrudur? Bilir ki, F sürüşmə sürtünmə μn ifadəsi ilə təyin olunur. F sürtünmə n-dən düz asılıdır. Buradan gördüyümüz kimi bu mütənasiblikdə 1 və 2 nöqtələri eyni qrafikin üzərindədir. Demək ki, μ1 μ2-yə bərabər olmalıdır ki, sürtünmə reaksiyadan düz mütənasib asılı olsun. Bu mütənasibliyin üzərində isə sadəcə 3 nöqtəsi var və 3 nöqtəsinin 1 ilə 2-dən müqayisədə qüvvələri, yəni sürtünmə qüvvələri eynidir. 1 ilə 3-də daha doğrusu. Amma reaksiyası çoxdur. Reaksiyası çox olan sürtünməsi də azdır deməkdir. Yəni μ1 və μ2 böyük olacaq μ3-dən. 1 bərabər 2-yə böyükdür 3-dən. Baxırıq ki, uyğun variant E bəndində görülür. 49-cu sualda 5 kiloqram kütləli cisim 20 Newton dartı qüvvəsinin təsiri ilə düz xətli bərabər sürətli hərəkət edir. Cismə təsir edən sürtünmə qüvvəsini və dayağın reaksiya qüvvəsini hesablayın. Bu cismin kütləsi 5 kiloqramdırsa, aşağı mj 50 Newton. Şaquli başqa qüvvə olmadığı üçün mj cismi dayağa sıxdıqda əks təsir elə qiymətcə mj-yə bərabər olub 50 Newton olar. Reaksiyanın 50 qiyməti D və E bəndlərində görünür. Bərabər sürətli hərəkətdə cismi sağa doğru dartı qüvvəsi 20 Newton qüvvə ilə hərəkət elətdirir. Bu zaman hərəkətin əksinə sürüşmə sürtünmə yönəlir. Burada da qiymətlər, yəni sürüşmə sürtünmə qiymətcə F dartıya bərabər olub. O da 20 Newton olar. Bu da C və D-də var. Uyğun variant demək ki, D bəndi olar. 50-ci sualda dayaqla birlikdə şaquli yuxarı istiqamətdə A təcili ilə bərabər yeyinləşən hərəkət edən M kütləli cismin çəkisi hansı fayda ilə təyin olunur? Şaquli yuxarı yeyinləşən hərəkətdə cismin çəkisi onun ağırlığından çoxdur. Olur mj plus a. Yəni E bəndi
olur. 51-ci sualda yer səthindən şaqıl yuxarı atılmış cismin sürətinin modulunun zamandan asılı qrafiki hansıdır? Şaqıl yuxarı atılmış cisim bilirik ki, V bərabərdir. V0 minus ЖT ilə yavaşıyır. Baxırıq ki, ilk hissəsində sürəti yavaşayan kvadrat ola bilməyəcəyinə görə bu getdi. Yeyinləşir. Kök 6 diye bir qrafik ola bilməz. Bu da yeyinləşir. Qalır A bəndi. Sonraki hissəsi isə H maksimal nöqtəsində, yəni T qalxma zaman anında cismin son sürəti 0'dır və yerə doğru sərbəst düşür. V bərabər ЖT modulunu yaza bilərik. Bu da T uçuş olar. Buna deyirlər şaqıl yuxarı atılmış cismin sürətinin modulunun zamandan asılı qrafiki A bəndi. 52-ci sualda sərbəst düşmə təcili və ağırlıq qüvvəsi üçün Venn diaqramında uyğun ifadələri müəyyən edin. 1. Vektorial fiziki cəmiyyətdir. Hər ikisi vektorialdır. Cismin kütləsindən asılı deyil. Sərbəst düşmə təcili planetin kütləsindən, planetin radiusundan və planetin olan hündürlükdən asılı olub kütlədən, yəni cismin kütləsindən asılı deyil. Ağırlığı isə F bərabər mg düsturuna görə cismin kütləsindən asılıdır. Demək 2 təcili uyğun gəlir. Cismin kütləsi ilə düz mütənasibdir. Demək ki, burada dediyimiz kimi ağırlıqdır. Yer səthinə perpendikulyar istiqamətdə yönəlir. Hər ikisi yerin səthinə doğru perpendikulyar eyni istiqamətlidirlər hər zaman. 4 də hər ikisinə uyğun gələr. Yəni 2, 3, 14. Gördüyümüz kimi 2, 3, 14 harada var? B bəndində var. 53-də açar sözlərdən ağılcılıqla istifadə edərək mətni tamamlayın. Cismə eyni zamanda tətbiq olunan bir neçə qüvvənin təsiri qədər təsir edən bir qüvvə əvəzləyici qüvvə adlanır. 4. Cismin yer və ya başqa planet tərəfindən cəzb olunduğu qüvvə ağırlıq qüvvəsi olar. Bura uyğun gəldi. 2. Yerin cazibəsi nəticəsində cismin dayağa və ya askıya göstərdiyi təsir qüvvəsi çəki adlanır. 3. Cismin deformasiyası nəticəsində yaranan və onu əvvəlki vəziyyətinə qaytarmağa çalışan qüvvə elastiklik qüvvəsi 1 olur. Yəni 4, 2, 3, 1 ardıcıllığı. 54-də Günəş ətrafında orta sürəti 30 km/saniyə olan yerin 5 dəqiqə ərzində getdiyi yolu hesablayın. V orta bərabərdir S ümumi bölünsün T ümumi. Buradan deyə bilirik ki, S ümumi bərabərdir V orta 30 km/saniyə vurulsun 5 dəqiqə. Cavabı da kilometrdən soruşur. 5 dəqiqəni də 5 vur 60 saniyə yaza bilirik. Buradakı saniyələri ixtisar eləsək, bu elədi nə qədər? 300, 300 də 30-a vurduq, elədi 9000, çox oldu. 9000 kilometr. Məsələ də buradan soruşur. 55. Üfüqi səthi üzrə hərəkət edən cismə 15 Newton sürtünmə qüvvəsi təsir edir. Cisim və səth arasındakı sürtünmə əmsalı 0,3 olarsa, reaksiya qüvvəsini hesablayın. Sürüşmə sürtünmə bilirik ki, μ n. N də bərabərdir F sürtünmə böl μ. Yəni 15 böl 0,3. 150-ni də 3-ə bölsək eləyər 50 Newton. 56-da tarazlıq halındakı çəkisiz yaylardan asılmış cisimlərin kütlələri və yayların sərtlikləri uyğun olaraq verilmişdir. Sərtliklər gördüyümüz kimi eynidir. Birinci cismi aşağı M1J. O da 2M2'ye bərabər olduğu üçün 2M2J qüvvəsi aşağı dartır. Bu zaman yayda F elastik 1 qüvvəsi əmələ gəlir. İkinci yay isə aşağı M2J qüvvəsi dartır. Bu zaman yayda F elastik 2 qüvvəsi əmələ gəldi. Deyə bilərik ki, F elastik 1 M1J-yə, yəni 2M2J-yə bərabərdir. F elastik 2 isə M2J-yə bərabərdir. Göründüyü kimi F elastik 1, F elastik 2-dən 2 dəfə çoxdur. F1, 2, F2. 2 mülahizəsinin doğru olduğunu görürük.
Sərtliklər eyni olduğu üçün biz buna kx1, buna da kx2 deyə bilərik. O zaman deyəcəyik ki, x1 bərabərdir 2m2j böl k, x2 bərabərdir m2j böl k. Sərtliklər eynidir. Bunun elastiklik qüvvəsi çox olduğu üçün uzanması da çox olar. Yenə x1-in 2x2-yə bərabər olduğunu gördük. x1, 2, x2. Bu da olur elə 5-ci mülahizə. Yəni 2, 5. 57-ci sualda çəki, sürət və sıxlıq üçün vahidləri müəyyən edin. Çəki, bilirik ki, P hərfindən işarə olunur. Vahidi 1 Newton. O da kiloqram metr bölünsün saniyə kvadratına bərabərdir. Demək ki, çəkiyə E bəndi, bir də başqa varmı? Yoxdur. 1-ə E, sürət V-dir. Əsas vahidi metr böl saniyə. Metr böl saniyə A bəndi. Kilometr böl dəqiqədə ola bilər. D bəndi də uyğundur. Sıxlıq, rho hərfindən işarə edirik. Rho bərabər M bölü V-yə görə kiloqram böl kub metr B bəndi mümkündür. Qram böl kub santimetr C bəndi mümkündür. 1E, 2AD, 3BC olur. 58-ci sualda elastik deformasiya olunmuş yaydan kütlələri 3 və 2 kiloqram 2 cisim asılmışdır. Sistem tarazlıqdadır. Cisimləri bağlayan ip qırıldıqda yayın uzanması və sərtliyi necə dəyişər? Bilirik ki, sərtlik SE böl L0 kəmiyyətlərlə asılı olub, kütlədən asılı olmaz. Ona görə K dəyişməz. Hal-hazırda yayı 2 yük birlikdə, yəni 5 kiloqram yükün ağırlığı 50 Newton qüvvədə artır. O zaman deyə bilərik ki, x1 bərabərdir F elastik böl K, yəni mj böl K 50 böl K qədər qüvvə uzadır. Deyir ki, ip qırılsa, bu ip qırıldığına görə 3 kiloqram yük gedəndə yayı sadəcə 2 kiloqram yükün ağırlığı aşağı çəkəsidir. O zaman o da olacaq 20 böl K. Göründüyü kimi 50 böl K idi, indi oldu 20 böl K. Yəni uzanma azaldı, K dəyişmədi. 59-da 5 kiloqram olan cisim üfüqi səthi üzərində tarazlıqdadır. Cismə şaquli 20 Newton qüvvə təsir edir. Dayağın reaksiyasını tapın. Bu olar mj, kütləsi 5-dirsə 50 Newton. Burada dayağın əks təsiri əmələ gəlir. Tarazlıq şərtindən deyə bilərik ki, yuxarı yönəlmiş qüvvələrin cəmi aşağı yönəlmiş qüvvəyə bərabər olmalıdır. F-ə verib məsələ 20 Newton, reaksiyanı bilmirik, mj 50. Buradan aldıq ki, reaksiya olar 30 Newton. 60-da üfüqi səth üzərinə qoyulmuş 10 kiloqram kütləli cisim sabit 5 Newton qüvvənin təsiri ilə 2 metr saniyə sürətlə düz xətli bərabər sürətli hərəkət edir. Düz xətli bərabər sürətli hərəkət edir. Qüvvənin təsiri kəsildikdən sonra ilk 8 saniyə ərzində bu cismin sürətinin modunun zamandan asıllıq qrafikini çəkin. Hal-hazırda bu cismə 5 Newton qüvvə təsir edir. Bərabər sürətli getməsinə səbəb isə hərəkətin əksinə yönələn sürtünmədir. Demək ki, bərabər sürətli hərəkət etdiyinə görə sürtünmə qüvvəsi qiymətcə dartıya bərabər olub 5 Newtondur. Qüvvənin təsiri kəsildikdən sonra bu cisimə əvvəldən qazandığı sürət başlanğıc sürət olacaq. Təsir kəsildikdən sonra cismə yalnız sürtünmə təsir etdiyi üçün bu cisim bərabər yavaşlayan hərəkət edər. Yəni V bərabər V0 minus AT. Bu zaman dartı qüvvə olmazsa MA bərabər yalnız F sürtünmə. Buradan A-nı tapdıq ki, F sürtünmə, yəni 5 bölünsün kütlə də 10 kiloqram. 2-də 1 təcil oldu 0.5. Məsələ deyir 8 saniyə ərzində sürətinin modulunun zamandan asılılığı. V0-ı 8-də elə minus təcilə tapdıq 0.5,
8. 8-dən də 4 çıxdıq, 4 saniyə. Demək ki, bu cisim yavaşlayıb 4 saniyə ərzində, 8 saniyə ərzində sürəti 8-dən 4-ə azaldı. Bunun VT qrafiki bərabər yavaşayandır. Başlanğıc sürəti V0 8. 4-cü saniyədən soruşur bizdən. 4-cü saniyədə sürəti də azalıb oldu neçə? Üzr istəyirəm, 8-ci saniyədə. 8-ci saniyədə sürəti azalıb oldu 4. Bu zaman anında isə sürəti olur 0.